Dərsdən başqa hər şeyə həvəsi var. Gününüz qızım dərs ara, oğlum dərs oxu deyərək keçir. Dəfələrlə bunu təkrar edirsiniz. Dərs etməyə başladısa, min bəhanə edərək 5-10 dəqiqədən bir qalxmaq istəyəcək. Ayaq yoluna getmək istəyəcək, su içmək istəyəcək, karandaş götürmək istəyəcək, bəhanələr tapacaq. Eyni zamanda yanında dərs açsakında qıcıq olacaq, əsəbləşəcək və ya ağlayacaq və ya təşviş keçirəcək və bu davamlıdır. Adətən 1-ci sinifdən davam edir və eyni şikayətlər məktəbdən də var. Müəllim deyir ki, uşağın başı var, oxusa oxuyar, amma tənbəldir və eynisini siz də düşünürsünüz. Hər cür üsul istifadə edirsiniz, hətta təəssüf olsun bəzən döyməyə kimi, amma uşağın nəticəsi dəyişmir. Və bu adətən diqqət əksikliyi və hiperaktivlik pozuntusunun nəticəsidir. Yəni illərlə siz əgər eyni bu mənzərəni müşahidə edirsinizsə və nəticə dəyişmirsə, həkimə müraciət edib səbəbini anlamaq lazımdır və məhz bundan sonra uyğun yardım alması və belə halda uşağınız da siz də bu qədər əzab-əziyyətdən qurtaracaqsınız.